Mən yadıma gəlir, məsələn, 93-cü ildir. Mənə Avstriya dəvət eləyiblər. Müasir Azərbaycan musiqisi haqqında mühazirə oxumağa. Amma deyirlər ki, yol xərcini biz ödəyə bilmirik. Qalan xərcləri özü ödəyirik. Mən onda gəldim Mədəniyyət Nazirliyinə 93-cü ildə. Çox çətin vaxt idi. Hələ bilirsiniz də belə. Müharibə dövrü. Hə, müharibə dövrü. Ulu öndər hələ təzə gəlmişdi deyəsən. İyun ayı, çünki mən iyulda artıq Avstriyada idim. Yəni ki, heç xəzinədə pul yox, nə heç bir şey. Hə, o vaxtı nazir müavini Fərəh Şikinskaya çox mənim üçün o birisiz örnək oldu ki, sən gərək sonra mən o barədə oxudum, hətta bir müəllif var, onun mühazirələri də var, kitab da var. Deyir, yox eşitməkdən qorxmayan. Yəni hər bir qapını döyün ki, o bəlkə də açıldı. Siz deməyin bu başdan ki, yox, bu açılası qapı deyil. O dedi mənə ki, əyləş deyir, mən indi götürdü o deməli inzibatı, o hökumət telefonunu, kitabçaları var da, nömrələrini, heç tanımadığı adamlara başladı zəng vurmağa ki, mən Mədəniyyət Nazirinin müaviniyəm, bizdə bizim musiqişünas belə, biz blokad, doğrudan da o vaxt informasiya blokatasındayıq, bəs onu göndərilməyək. Amma o saat deyin, ya hə, ya yox. Yəni ki, uzun-uzadı lazımdır. Mən dedim, bu cürə ilə bu necə mənim üçün nəsə tapacaq. Haradasa indi ürəyimdə fikirləşdim ki, bu indi nəzakət xətrinə bu xanım göstərmək istəyir ki, mən sənin üçün nəsə eləyirəm də, belə bir. Amma bunun nəticəsi olmayacaq. Sonra mən 4-cü zəngdə ona yox deyəndə dedim ki, bəlkə mən utanıram ki, mənə görə sizə. Deyir ki, yox, otur, indi tapacaq. Doğrudan da 5-ci zəngdə. Ona dedilər ki... Çox gözəl nümunə verdirsən, motivasiya oldu. Yox eşitməkdən qorxmayın. Həm də Mədəniyyət Nazirinin o vaxtki müavinini də bu tərəfdən tanımış olduq. Bu da tarixi fakt kimi. Allah rəhmət eləsin Fərəh xanıma. Onda mənə dəstək oldu və mən doğrudan da getdim Avstriyaya.